İnterior dizaynda tavan çox vaxt ikinci planda qalır. Halbuki doğru seçilən tavan həlli məkanın ümumi atmosferini və ölçü anlayışını dəyişə bilir. Bəs bu mənzildə istifadə olunan dartma tavanı digərlərindən fərqləndirən nədir? Dartma və ya digər adıyla desək, gərilmə tavan əsas tavanın altına xüsusi vinil və ya parça materialın isidilərək karkas üzərinə gərilməsi ilə yaranan müasir bir sistemdir. Dartma tavanın iki növü var, sadə və şəkilli. Sadələr adətən işıq keçirməyən material olur, bir rəng çalarından ibarət olur, istənilən rəng tonundan istifadə etmək olar. Şəkillilər isə işıq keçirən material olur, zövqə görə çap olunub hazırlanır. Üstün cəhətləri: bütöv bir list olur, istənilən şəkili çap eləmək olur, işıq keçirən materialdır, altından gizli işıq işləmək olur. Digər üstünlükləri məkanı daha geniş göstərir, nəmə, suya qarşı davamlıdır, silib təmizlənməsi daha rahatdır. Məkanda diqqət çəkən digər element isə fərqli üslub və teksturalarda seçilən divar dizaynlarıdır. Bəs bunun xüsusi bir səbəbi varmı? Və bu dartma tavana uyğun olaraq divarlarımızda iki fərqli materialdan istifadə eləmişik. Birincisi İtalyan boyası, ikinci divarımızda 3D kətan material divar kağızı. 3D kətan material divar kağızı seçməkdə məqsədimiz bir neçə elementi bir listin üzərində göstərmə imkanıdır. Boya və ya suvaq tələb etməyən bu sistem sürətli montajı, suya davamlılığı, mat və ya parlaq olmaqla müxtəlif dizayn seçimləri ilə fərqlənir. Buna görə də mətbəx və sanitar qovşaqlar üçün də istifadə edilir. Bu mənzil göstərir ki, interior dizayn yalnız son nəticə deyil, tavan və divar tərtibatı düzgün qurulduqda məkan boş olsa belə tamamlanmış təəssüratı yaradır.